Deməli, Dahua XVR-ını kameranın, analog kameranın hərəkət deteksiyasının, motion detection telefona bildiriş kimi göndərməyini göstərəcəm. Dahua XVR-dır. Deməli, test cümlədən kamera qoşmuşam. DVR-da bizim eləyəcəyimiz alarm bölməsinə girib, burada video detection bölməsinə girib, daha sonra motion detection'ı yandırmaqdır. Motion detection yanılır, apply olunur. Buradan kopyutu eləyib, bütün tək-tək və yaxud da ki, istədiyiniz kamera və yaxud da ki, all eləyib, bütün kameraları tətbiq edə bilirsiniz. Deməli, bir də sign changing var, bunu yandıracağım test üçün. Bunlar haqqında çox danışmayacağım. Burada digər parametrlərə dəyişməyə ehtiyac yoxdur. Hikvision'da burada telefona notification'ı seçmək olur ki, göndərsin, amma Dahua'da bu proses telefonda olur. Burada digər funksiyalar haqqında uzun-uzadı danışmayacağım. Qısa video çəkmək istəyirəm. Hər iki motion detection'dan sign changing'i yandırdım. Apply elədim. Baxaq, bu dəqiqə kameranı tərk edirəm. Telefona bildiriş gəlmir, çünki telefonda sesini deyil. Əsas məsələ DMSS proqramında, deməli, bu proqramda, Dahua'nın proqramında olan nastroykadır ki, əsas məsələ budur. Burada nə edirik? DVR-ın oxuşu bildiriş notification'ı yandırır DVR-ın ümumi ayarından. Hemen bu sonlu olur. İlk yüklənəndə bu parametri yandırır. Burada notification göndərmə vaxtıdır bu. Biz alarm type seçirik. Vaxtını seçmirik. Bu, məsələn, axşamlar qoya bilərsiniz, göndərməsində rahat eləməsin odur. Və yaxud da əksinə axşam göndərsin, gündüz göndərməsin. Alarm type-a giririk. Burada motion detection, hərəkət. İnsana, maşına, heyvana görə ayrı-ayrılıqdadır bu DVR-da. Bu DVR modelinə uyğun olaraq dəyişir. Bütün DVR-larda yoxdur bu cür. Burada kanalları ayrı-ayrı seçmək də olur. Ya da aşağıda all eləyəndə bütün kanallara bunu tətbiq eləyir. Deməli, bütün kanallarda insana olan reaksiyanı biz seçdik ki, insana reaksiya versin, telefona bildiriş göndərsin. Bir də kameranın yerini ya görüntünü dəyişməyi ki, qabağında indi adam olmayacaq, kameranın yerini dəyişəcəm, onu test edirəm, telefona bildirişi gəlsin. Bu eyni şey adamda da işləyəcək. Bir də bu oxuşu DVR-ın nastroykasına əlavə DVR-ın həmən kanalında notification bağlı olur. Adətən kanalın öz ayarına girəndə burada notification yerində bu notification yandırır. Burada alarm type seçməyə ehtiyac yoxdur. Çünki ümumi DVR-ın parametrində seçəndə bütün kameraları tətbiq elədim deyə burada avtomatik sign change yanılıb. Motion detection'da da insan seçilidir. Hal-hazırda aktivdir kamera. Telefona bildiriş göndərəcək. Saat proqramından telefon kameranı test edək. Tərk edirəm kameranı. Mesaj gəldi. Demək, mesajda da yazıldığı kimi kanal 1-də change, deməli, sign changing aşkar olunur. Üstünə basanda gəlir bu cür. Yaddaş yoxdur, yəni hal-hazırda play eləyib baxamayacağım həmən hissəyə. Vaxtın yazır. Test üçün ulaşmışıq bunu. Bu qədər.